Neftçalalı fermerlər əkdikləri pambıq sahəsindən məhsul yığa bilmirlər. Deyirlər ki, havalar kəskin dəyişsə əziyyətləri hədər gedəcək. Kombayn çatışmazlığı səbəbindən çətin vəziyyətə düşən fermerlər çıxış yolunu aidiyyatı qurumların onlara köməklik göstərməsində görür. 5 hektardan çox pambıq sahəsi əkmişəm, şəxs əkmişəm, əziyyət çəkmişəm bütün günü çöldə. Pambığı hal-hazırda yığa bilmirəm. Bu qədər məhsulu qalır, həm də çox xərc çəkmişik, yəni çox əziyyət çəkmişik burada çöldə. Ən azından bundan sonra da yığılmalı, çünki gördüyünüz kimi açmayan qocalar çoxdur burada. Bunun yığılmağı gecikirsə, ikinci yığım yağın ki qışa düşər, dekabraza da düşər. Yəni belə qorxumuz ondandır. Neftçala rayonunun Şorkənd kəndində yaşayan Məhərrəmov qardaşları bu il ilk dəfə olaraq 5 hektardan çox sahədə pambıq əkiblər. Qardaşlar əkin vaxtı heç bir şirkətlə müqavilə imzalamayıblar. Hazırda sahədə məhsul bol olsa da yığım apara bilməyən fermerlərin sözlərinə görə kombaynla bağlı dəfələrlə aidiyyatı qurumlara müraciət ediblər. Lakin müsbət cavab ala bilməyiblər. Nəticədə pambıq sahələrdə qalıb. Kombay çatışmır. Hər dəfə müraciət edirəm, deyirlər ki, gözlə kombay yoxdur, müqaviliniz yoxdur. Pambığım da tökülür. Hal-hazırda kombay tapılmır. Gecikməkdən qorxuruq. Yağış düşsə, qar, palçı, yəni bilmək olmur. Bura maşın girə bilməz, həm də yəni sahədə pambıq batacaq. Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyindən bildirildi ki, pambıq əkini aparan fermerin hər hansı bir şirkətlə müqavilə bağlaması vacibdir. Əks halda bu cür ləngimələr baş verir. Hazırda sahələrdə kombaynlar işləyir. Mərhələli şəkildə müqavilə bağlayan fermerlərin sahələrində pambıq yığımı bitəndən sonra müqaviləsiz fermerlərə də kömək oluna bilər. Yaqub Mehdioğlu, Diana Cəlali, Vüqar Qaliboğlu, Space TV Neftçala.